Bugün biz Cahangir Cahangirovun testlərini edirik. Birinci sualımız belədir. Cahangir Cahangirov neçənci ildə anadan olmuşdur? Variantlarda var 1919, 1921, 1924, 1929. Cavab 1921-ci ildir. Variantlardan biri Cahangir Cahangirova aid deyil. Bəstəkarlıq, rəssamlıq, xormesterlik, pedaqoqluq. Burada bir variant səhvdir. Bu da B variantıdır. Cahangir Cahangirovun yaradıcılığında xor yaradıcılığı həm geniş yer tuturdu, həm də xormester kimi fəaliyyət göstərirdi. Neçənci ildə Cahangir Cahangirov Azərbaycan SSR xalq artisti adına layiq görülmüşdür? 1963-cü ildə layiq görülüb bu adam. Cahangir Cahangirov neçə opera müəllifidir? A variantıdır düzgün cavab. 2 opera müəllifidir bəstəkarımız. Daha sonra Cahangir Cahangirov əməkdar incəsənət xadimi adına neçənci ildə layiq görülmüşdür? Bu sualın cavabı 1958-ci ildir. 58-ci ildə layiq görülüb. Cahangir Cahangirovun Dostluq mahnısı kompozisiyası neçə hissədən ibarətdir? Bu kompozisiya 12 hissədən ibarətdir. Burada variantlarda var idi. 6, 9 və 11, 12-ci hissələr, 12 hissə. Bu D variantıdır düzgün cavabımız. Cahangir Cahangirovun Füzuli, Nəsimi, Aşıqalı hansı janrda yazılmışdır? Variantlarda var opera, simfoniya, kantata, burada simfoniya 2 dənə düşüb. Yəqin simfonik poema yazmaq istəmişəm. Bu əsərlər kantata janrında yazılmışdır. Cahangir Cahangirovun Sabir əsəri hansı janrda yazılmışdır? Burada variantlarda var mahnı, kantata, opera, oratoriya. Cavab D variantıdır. Oratoriya janrında yazıb. Cahangir Cahangirovun Arazın o tayında vokal simfonik poeması neçənci ildə bəstələnmişdir? Deməli ki, burada variantlarda var 1949, 1950, 1952, 1960. Deməli, haradaydı bu sual? Neçənci ildə yazılmışdır? Cavab A variantıdır. 1949-cu ildə yazılıb. Cahangir Cahangirov hansı əsərinə görə SSR dövlət mükafatına layiq görülmüşdür? Variantlarda var Azad, Sabir, Arazın o tayında, Xanəndənin taleyi. Bu əsərlərdən deməli hansı əsərə görə bu mükafata layiq görülüb? Arazın o tayında əsərinə görə SSR dövlət mükafatına layiq görülmüşdür. Cahangir Cahangirovun Sabir oratoriyası haqqında verilmiş fikirlərdən biri düzgün deyildir. Variantları oxuyaq. A variantı, Sabir oratoriyası xor və simfonik orkestr üçün yazılmışdır. Bəli, bu doğru variantdır. Sabir oratoriyası 1966-cı ildə yazılmışdır. Bu variant səhvdir. Ona görə ki, C variantını oxuyaq. Oratoriya Mirzə Ələkbər Sabirin 100 illik yubileyi münasibəti ilə yazılmışdır. Bu da doğrudur. Sabir oratoriyası 1962-ci ildə Mirzə Ələkbər Sabirin 100 illik yubileyi münasibəti ilə yazılmışdır. Əgər testləri işləyəndə digər variantlar haqqında bizim məlumatımız yoxdursa, doğruluğu haqqında və eyni fikir iki variantlar zidləşirsə, deməli o digər variantları biz çıxa bilərik avtomatik. Nəyə görə? Çünki burada deyirik 1966-cı ildə yazılıb, burada deyir 1962-ci ildə yazılıb. Əgər bizim bu variantlar haqqında fikrimiz yoxdursa, deməli biz onları çıxaq ki, çünki artıq iki variant bir-biri ilə zidləşir. Ya B variantı düz olmayacaq, ya D variantı düz olmayacaq. Ona görə çaşqınlığı biraz vəziyyəti yüngülləşdirmək üçün bu variantları biz çıxa bilərik. Bəli, cavab da B variantıdır.
Cahangir Cahangirovun hansı əsəri Azərbaycanda yaşamış məşhur xanəndə Seyid Mirbabayevin acı taleyindən bəhs edir? Bu sualın cavabı B variantıdır. Xanəndənin taleyi, digər əsərlər deyil. Azad operası neçənci ildə yazılmışdır? Variantlara baxaq. 1957, 59-cu il. Ondan sonra var 61-ci il və 66-cı il. Deməli, burada cavab A variantıdır. Azad operası haqqında verilmiş fikirlərdən biri düzgün deyil. Aha. Deməli, baxaq. Azad operasının dramaturji quruluşuna görə klassik opera dramaturgiyasının təsiri aydın görünür. Belə operalarda Mikhail Glinkanın İvan Susanin, Modest Mussorgskinin, Boris Godunov, Özer Hacıbəyovun Koroğlu və Müslüm Maqamayevin Nərgiz operalarını göstərmək olar. B variantı. Azad operası 1957-ci ildə yazılmışdır. Azad operası 1940-cı illərdə xalq yazıçısı Mirzə İbrahimovun qələmə aldığı İran-Azərbaycanında olan kəndli həyatında baş verən hadisələrdən bəhs edən Gələcək Gün romanı və Azad Qız povestinin motivləri əsasında yazılmışdır. Azad operası 1940-cı ildə Azad Qız povesti əsasında yazılmışdır. Burada bayaq dediyim məsələ var. Eyni xronologiya iki yerdə zidləşir. Burada deyilir ki 1957-ci ildə yazılıb. Burada deyir ki 1940-cı ildə yazılıb. Azad Qız povesti əsasında yazılmağı doğrudur. Amma 1940-cı ildə yox, 1940-cı ildə yazılmayıb. Deməli ki, biz bu variantı doğru götürürük, hesab edirik. B variantını doğru hesab edirik. A variantını da doğru hesab edirik. C variantında. Deməli ki, bu əsər 1940-cı ildə yox, 1957-ci ildə yazılıb. Cahangirovun hansı mahnısı Yenilməz Batalyon filmində istifadə olunmuşdur? Baxaq variantlara. Anakür, Bayatılar, Aylı Gecə, Teymurun mahnısı. Burada düzgün variant Teymurun mahnısıdır. Bu cavabı hansısa variantı çıxmaqla müəyyən qədər tapmaq olar. Ona görə dəqiq öyrənmək lazımdır. Cahangir Cahangirovun Xanəndə qızın mahnısı hansı filmdə istifadə olunmuşdur? Cavablarda var Koroğlu, Dəlikür, 7 oğul istərəm, Yenilməz Batalyon. Deməli ki, burada variant A variantıdır, Koroğlu. Nişanlaya bilmirəm uzaqdan. Azad operası neçə pərdədən ibarətdir? Variantlara baxaq. 3 pərdədən, 4 pərdədən, 5 pərdədən və 6 pərdədən. Bu opera 5 pərdədən ibarətdir. 3 də deyil, 4 də deyil, 6 da deyil. Cahangir Cahangirovun Anakür və Bayatılar adlı mahnıları hansı filmdə istifadə olunmuşdur? Variantlarda var Qaynana, Yenilməz Batalyon, Neft daşlarında və Dəlikür. Biz burada variant çıxa bilərik nəyə görə? Çünki Anakür və Bayatılar, yəni adından biraz yola çıxıb biz hansı bir variantları necə deyim, ixtisara sala bilərik. Çünki Qaynana filminə baxmışıq, orada elə bir səhnəyə oxşar bir şey yoxdur. Yəni o mahnılar orada səslənmir. Neft daşlarında, yəni bu barədə heç oxşarlıq yoxdur bu mahnılara aid situasiya və Yenilməz Batalyon və Dəlikür. Burada cavab Dəlikürdür, C variantıdır. Cahangir Cahangirov haqqında verilmiş məlumatlardan biri düzgün deyil. Variantlara baxırıq. Cahangir Cahangirovun 1947-ci ildə Nizaminin anadan olmasının 800 illik yubileyi günlərində şairin sözlərinə Gül Camalın romansını yazmışdı. 1947-ci ildə Nizaminin anadan olmasının 800 illik yubileyi günlərində şairin sözlərinin üçün, xor üçün qəzəl əsərini yazmışdır.
Cahangir Cahangirov Ənəlhəq mahnı romansına görə SSR xalq artisti adına layiq görülmüşdür. Cahangir Cahangirov İmadəddin Nəsiminin 600 illik yubileyi günlərində şairin bir qəzəli əsasında Ənəlhəq adlanan mahnı romansını yazmışdır. Biz burada görürük ki, digər variantlar haqqında bizim bir fikrimiz, ideyamız yoxdursa, görürük ki, bu əsər iki yerdə qeydə alınıb, Ənəlhəq və deməli ki, biz Nəsimi ilə əlaqələndiririksə və bu sualın da doğru cavabını biliriksə, deməli bu C variantı doğru variant deyil. Baxaq 19-cu suala. 19-cu idi, bu 20-ci suala baxaq. Cahangir Cahangirov neçənci ildə vəfat etmişdir? Deməli ki, baxaq variantlara 90-cı il, 92-ci il, 1995-ci il, 99-cu il. Burada cavabımız B variantıdır. Bu qədər. Cahangir Cahangirovun testləri bu qədər idi.